Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da 4 ilməkdən toxumuşam. 4 yığmışam ilməkləri. 2 də kənar ilmək. Siz nə qədər artırmaq istəsəniz 4 artıra bilərsiniz. 2 də kənar ilmək qoyursunuz. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. Rezinka hissəsini mən bu formada toxumuşam. Bir tərs bir düzdür, qısadır. Kim istəyir uzun, kim istəyir necə istəsə toxuya bilər rezinka hissəsini. Bundan da ki siz jilet, şəkət, kofta nə istəsəniz toxuya bilərsiniz. Toxunuşu da asandır, çox çətin naxış deyil. Baxanda çətin görünür, amma çətin deyil. İndi bunun üçün mən belə milimin üstünə yığmışam sap 4 ilməyin naxışı göstərəcəm 4 dənəni. Bunun üçün mən 16 ilmək yığmışam, 2 də kənar ilmək, 18 ilmək yığmışam milimin üstünə. İndi burada mən rezinka toxuyan deyiləm. Burada ancaq 2 sıra düz tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyacağım. Bu naxışın düz dayanması üçündür. Bunun naxışa heç bir adiyyəti yoxdur. Axıra qədər bu ilməkləri tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi tərs sözdən də bütün ilməkləri tərs toxuyuram hamısını. Kənarı götürürəm, qalan ilməkləri tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi düz üzdür. Düz üzdən birinci ilməyi götürürəm buradan. Qalan ilməkləri birini artırıram, birini toxuyuram. Birini artırıram, birini toxuyuram. Bu sıranı axıra qədər formada toxuyuram. Bir artırma, birini toxuyuram. Düz üzdən belə toxuyuram. Kənar ilməyini də yenə tərs toxudum. İndi tərs üzdən kənar ilməyi götürürəm buradan. Bu artırdığım ilməkləri açıram. 2, 3, 4 ilmək. 4 ilməyi açdım. Sonra bunları götürürəm bu birisi milə. Sapı keçirdirəm o birisi tərəfə. Bu 4 ilməyin 1, 2, 3, 4 ilməyin arxa tərəfindən çıxardıram bir ilmək. Birini artırıram. Yenə bir ilmək arxa tərəfdən çıxardım. Sonra bu 4 ilməyin içindən bir ilmək
çıxardıram. Yenə 1, 2, 3, 4 ilmek çıxardım. Sonra bu 4 ilmeği 4'ünü də keçirdirəm bu birisi ilə. Sonra bu 4 ilmeğin arxa tərəfindən yenə 1 ilmek çıxardım. Birini artırdım. Birini də çıxardım. Sonra bu 4 ilmeğin içindən 1 ilmek çıxardıram. Bu sıranı axıra qədər formada toxuyuram. Bu ilməkləri uzatıram. 3, 4. 4'ünü də keçirdim bura. Sonra bu 4 ilmeğin arxa tərəfindən 1 ilmek çıxardım. Birini artırdım. Yenə birini çıxardım. Sonra bu 4 ilmeğin içindən çıxardım. Yenə bu ilməkləri yenə açıram. Burada qalan ilməkləri 4 ilmek. Yenə keçirdirəm bu milə. Sonra bu 4 ilməyin arxa tərəfindən 1 ilmek çıxardıram. Birini artırıram. Yenə 1 ilmek arxadan. Sonra 1 ilmek də bu 4 ilməyin içindən çıxardım. Kənarı da tərs toxudum. Formada. Tərs üzdən də hamısını yenə tərs toxuyuram. Tərs üzdən bütün ilməkləri tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzdür. Düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Tərs üzdən də yenə tərs toxuyuram bütün ilməkləri. Kənarı götürdüm, qalan ilməkləri hamısını tərs toxuyuram. İndi buradan bir sırada tərs toxuyuram. Düz üzdən, bir sırada arxa üzdən. 2 sıra düz üzdən, 2 sırada arxa üzdən toxuyuram. Hamısını tərs toxuyuram.
Bir sırada yenə tərs üzdən toxuyuram. Formada toxuyuram. Yenə bu birinci sırada necə başlamışdıqsa bu naxışı təzədən təkrar eləyirik. Belə. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Sağ olun. Gələn videomda görüşənə qədər.